Salam dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı futbol transfer xəbərləri var. Təbii ki, Azərbaycan çempionatının artıq çempionu bəllidir, amma kubokun qalibi kim olacaq? Bu hələ ki bəlli deyil, yaxınlaşır. Eyni zamanda Qarabağ komandası uğursuz nəticələrdən sonra çox ciddi addımlar atır, böyük vəsaitlər ayrılır transferlər üçün. Kimlər gedir komandadan? Komandaya kimlər gələcək? Sürpriz adlar var, sürpriz transfer xəbərləri var dəyərli dostlar. Sona qədər izləməyi tövsiyə edirəm. Təkcə Qarabağdan deyil, digər klublardan da, eyni zamanda dünya futbol camiyyəsində baş verən ən maraqlı hadisələri də sizin nəzərinizə çatdıracaq. Sona qədər izləməyi tövsiyə edirəm. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə mütləq abunə olun və mütləq fikirlərinizi yazın. Sizin fikirlərinizi oxuyuruq bir-bir və inşallah cavablandıracağıq. Mən isə zaman itirmədən məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyinə müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, arayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu çarəsiz zamanda bizi tək qoymayacaqsınız, dəstəyinizi göstərəcəksiniz. Paylaşırıq, çox təəssüf ki, dəstək olan demək olar ki, yoxdur. Ümid edirəm ki, anlayış göstərəcəksiniz və bizim bu dar günümüzdə yanımızda olduğunuzu göstərəcəksiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandasından çoxsaylı futbolcular ayrılacaq və eyni zamanda çoxsaylı transferlər olunacaq və sürpriz adlar var. Ona görə də Qarabağ komandasından başlamaq istəyirəm. Bildiyiniz kimi Sami Emami, Qarabağın Dinamo Zagrebdən icarəyə götürdüyü futbolçunun icarəsinin bitməyinə artıq az qalır və buna baxmayaraq Qarabağ komandası onun indidən komandadan ayrılmasına razılıq verib. Hətta Dinamo Zagreb tərəfi ilə razılıq əldə olunub ki, istəyirsə gedə bilər və hətta Qarabağda məşqlərə çıxmaya da bilər. Qeyd edim ki, intizama əməl etmədiyinə görə əvəzedici heyətə göndərilmişdir. Hansı ki, Çempionlar Liqasında Newcastle-la qarşılaşmada ikinci hissədə Qurban Qurbanov Sami Emamini meydana buraxmaq istəmişdi, amma o müxtəlif bəhanələr gətirərək meydana çıxmaqdan imtina etmişdi. Qeyd edim ki, o bunu ilk hissədə meydana buraxılmamasına görə etmişdi ki, sonunda da cəzalandırıldı, əvəzedici heyətə göndərildi və komandadan kənarlaşdırılır dəyərli dostlar. Bu öz yerində. Bu barədə dəfələrlə məlumat vermişik. Kevin Medina, təəssüf ki, Qarabağın müdafiə xəttində çox ciddi problemlər olduğu halda Kevin Medina da yol üstədir. Qeyd edim ki, ona Səudi Ərəbistandan, Türkiyədən və Avropadan təkliflər var idi. Bu dəfə təklif Amerikadan da, Amerika MLS-sindən, Ərman Axundzadənin çıxış etdiyi liqadan və Kevin Medina oxuyan o tayına getməkdə maraqlıdır, ailəsinə daha yaxın olmaq istəyir. Xüsusilə bölgəmizdə baş verən müharibə onu ailəsinə narahatçılıq yaradır. Ona görə də Kevin Medina oxuyan o tayına qayıtmaq niyyətindədir. İsrarla Amerika MLS-sinə keçmək istəyir. Qeyd edim ki, 2027-ci ilin yayına qədər Qarabağla müqaviləsi var. Qarabağ komandası yaxşı təzminat qarşılığında Kevin Medinanı buraxacağını bildirib və Amerika təmsilçisi də klubun adı hal-hazırda açıqlanmır. Bildirilir ki, Kevin Medinaya 2+1 şərtli 3 illik müqavilə təklif edib və futbolçunun maaşı Qarabağdakindən dəfələrlə çox olacaq. Eyni zamanda Qarabağa da yaxşı təzminat ödəməyə hazır olduqlarını bildirirlər. Bu baxımdan Kevin Medinanın Qarabağdan ayrılmaq ehtimalı çox yüksəkdir dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırım. Çox təəssüf doğurucu məqamlardan biri də odur ki, Qarabağın əsas futbolçularından biri, bəlkə də ən birincisi saya biləcəyimiz Koxalski Qarabağdan gedir dəyərli dostlar. Matius Koxalski təəssüf ki, yol üstədir. Siz nə düşünürsünüz? Matius Koxalskini mən Qarabağın bu dəqiqə ən yaxşı futbolçu hesab edirəm. Siz nə düşünürsünüz? Doğrudan mı belədir? Siz də öz fikirlərinizi yazın. Bu arada dəyərli dostlar, qeyd edim ki,
Koxalskiyə çoxsaylı təkliflər var. Qarabağın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi, yəni ölkə çempionu ola bilməməsi Matius Koxalskini də həvəsdən salıb. O bildirib ki, mənim Qarabağda qalıb qalmayacağım 50-50-yə, yəni özüm də hələ bilmirəm. Amma aldığımız məlumatlara görə Matius Koxalski üçün yaxşı təzminat ödəmək istəyən komandalar var ki, bu da Qarabağı da qane edir və belə olduqda Qarabağ Matius Koxalskini buraxacaq. Lex komandasına keçmək ehtimalı yüksəkdir, öz vətənindən qayıtmaq ehtimalı yüksəkdir Matius Koxalskinin. Bunu da sizin nəzərinizə çatdırım. Məncə Koxalskinin gedişi Qarabağ üçün çox böyük zərbə olacaq. Onun boşluğunu doldurmaq çətin olacaq. Hansı ki, Qarabağ komandası bu boşluğu kimlə dolduracaq? Bu barədə danışacağıq bir qədər sonra. Dəyərli dostlar, Fabian Buntic də Xorvatiya əsilli bu Alman qapıçı da Qarabağın düşərgəsini tərk etmək niyyətindədir. Hətta Qarabağ komandası özü də bu futbolçuya klub tapmasını tövsiyə edib. Bu baxımdan Bunticin də bu yay Qarabağdan ayrılacağı və yaxud icarə əsasında başqa klubda çıxış edəcəyi gözlənilir. Bunun əvəzində, dəyərli dostlar, Sinenkonu Qarabağa transfer etmək istəyir Qarabağ komandası. İmişli komandasının qapıçısıdır, özünü yaxşı tərəfdən göstərir və qapıçı Andrey Sinenko özü də Qarabağa keçidini razıdır. Hətta onun meneceri Qarabağla danışıqlar üçün razılıq verdiyini açıqlamışdı və Sinenko özü də mövsümün sonunda daha yüksək komandada çıxış etmək niyyətində olduğunu açıqlamışdı. Amma Qarabağ komandası bu qapıçını hələ ki əsas qapıçı kimi yox, ikinci qapıçı kimi transfer etmək istəyir. Əsas qapıçı çox güman ki, Şəhrüddin Məhəmmədəliyev olacaq. Aldığımız məlumata görə Şəhrüddin Məhəmmədəliyevlə daha bir illik müqavilə bağlanacaq. Yayda onun müqaviləsi başa çatır Qarabağla. Bilirsiniz, ötən mövsüm bir illik müqavilə bağlanmışdı. Sadəcə qolundan zədə aldığına görə uzun müddət yaşlı meydanlarda olmadı. Daha bir illik müqavilə bağlanılacaq və Qarabağın əsas qapıçısı hələ ki Şəhrüddin olacaq kimi görünür. Amma bununla yanaşı Qarabağ komandası qapıçı axtarışlarına davam edir və yüksək performanslı qapıçılar olarsa heyətə cəlb edəcəklər. Digər tərəfdən Qarabağın transfer edəcəyi futbolçulardan da bir qədər danışaq, amma qeyd etməliyəm ki, Qarabağda yəni bu saydıqlarından əlavə digər futbolçular da ayrılacağı gözlənilir. Məsələn, Abdullah Zubirin Əl-Şahaniyyə keçidi gündəmdədir, Abdayinin Avropaya keçidi gündəmdədir və bir sıra futbolçularımıza təkliflər var. Bu arada Toral Bayramovla bağlı bir xəbər var, onu da sizin nəzərinizə çatdırım. Hansı ki, Toral Bayramovun da Qarabağdan ayrılacağı və Amerika MLS-sinə keçəcəyi və yaxud başqa bir kluba Avropaya üst tutacağı gözlənilirdi. Amma Qarabağ komandası Torala yeni təklif verəcək və aldığımız məlumata görə də Toral məhz Qarabağın təklifini gözləyir hal-hazırda və yaxın günlərdə Toralla danışıqlar start götürəcək. Qeyd edim ki, Toralın müqaviləsinin başa çatmasına 2 ay qalıb və Qarabağ komandası onunla müqaviləni uzatmaq niyyətindədir. Və nəzərə alsaq ki, müdafiə xəttində Elvin Cəfərquliyevin, Abbas Hüseynovun cəzalandırılması, Sama İmaminin gedişi, Bəhlulun zədədən qayıdacağı hələ gözlənilir. Digər tərəfdən Kevin Medinanın getməsi bu dəqiqə müdafiə xəttini qoruyub saxlamağa çalışır mümkün qədər Qurban Qurbanov. Ona görə də Turala yeni təklif veriləcək. Və Qarabağ komandasının transfer etmək istədiyi futbolçulardan biri də Jali Muaddibdir. Bu futbolçu ilə üç üstə gəl bir şərti ilə müqavilə bağlanılacaq. İlkin razılaşma artıq əldə olunub və bu o deməkdir ki, Jali Muaddib yaxın zamanda Qarabağın düşərgəsində olacaq və ən real transfer kimi görünür. Əgər son anda hər hansı bir düyün olmasa, Jali Muaddib Qarabağın futbolçusu olacaq deyə bilərik. Çünki ilkin müqaviləyə artıq imza atılıb. Dəyərli dostlar, Qarabağın digər transfer etmək istədiyi və gündəmdə saxladığı transfer məsələsi Simic ilə bağlıdır. Hansı ki, Sabah komandasına icarə əsasında çıxış edir. 2 aydan sonra müqaviləsi başa çatır, icarə müqaviləsi Sabahla. Sabah komandası da bu futbolçunu öz sıralarına birbaşa transfer etmək istəyir, amma Qarabağ komandası Sivasspor komandasına daha böyük məbləğ təklif edib. Qeyd edim ki, bununla Qarabağ komandası həm öz hücumuna meyilli yarım müdafiə xəttini gücləndirməyi hədəfləyir, həm də əsas rəqibi, çempionatdakı əsas rəqibi Sabah komandasını
zəiflətməyi düşünür. Hər halda yaxşı olardı ki, iki komandamız da bu futbolçuya təklif etməsin. Çünki bu belə olduqda futbolçunun dəyəri qalxacaq və itirən Azərbaycan klubu olacaq. Qarabağ üçün məncə başqa yerdə də futbolçu tapmaq olardı. Hər halda keçək növbəti məlumata. Dəyərli dostlar, Mustafa Sanqarı Qarabağ komandası iki möhtəşəm hücumçu transfer edəcək. Biri hündür boylu futbolçudur, hansı ki fiziki göstəricilərindən görə rəqibi üstələyən bir hücumçu kimi transfer olunur ki, lazım olduqda meydanda hündür boylu və fiziki möhkəmliyi olan bir futbolçu olsun ki, yəni korpusla və yaxud ikinci mərtəbədə baş zərbəsi ilə rəqibi cəzalandıra bilən bir futbolçu olsun. Digər tərəfdən, digər futbolçu texnikası yüksək olan bir futbolçudur ki, bu barədə bir qədər sonra danışacağım. Bəli, Mustafa Sanqarı 1 metr 94 santimetr boyu olan hündür boylu bir futbolçudur və hal-hazırda Levski Sofia komandasına çıxış edir. Karyerasının zirvəsində də deyə bilərik. Bu mərkəz hücumçusunun hal-hazırda transfer dəyəri 1,5 milyon avrodur. Sağ və sol cinah vingerləri kimi də çıxış edə bilir. Mali əsilli futbolçudur, amma Fransanın Paris şəhərində dünyaya göz açıb mərkəz hücumçusudur. 1 metr 96 santimetr boyu var. Mən 1 metr 94 santimetr dedim. Hər halda 2 santimetri mənə bağışlayarsınız dəyərli dostlar. Və məncə çox fayda verə bilər Qarabağ komandasına. Varizm Polşa təmsilçisindən, Portuqaliya təmsilçisindən Levski Sofia komandasına keçib və son mövsümdə 20 oyunda 9 gol vurub, 29 oyunda 10 gol vurub, 4 gol ötürməsi ilə yadda qalıb. Ligada 9 gol vurub, 20 oyuna 3 gol ötürməsi ilə yadda qalıb. Digər bir qolu və qol ötürməsini isə kubokda vurub, dəyərli dostlar. Bax, bu futbolçu da məncə Qarabağa çox fayda verə bilən futbolçudur. Çünki Qarabağ komandası ikinci mərtəbədən istifadə edə bilmir. Bəlkə oyunlarda ən çox gün zərbəsi qazanan komandamız Qarabağ komandasıdır. Çünki cinahlardan hücumlara adətən qururlar, amma həmin standart vəziyyətləri qola çevirə bilmirlər. Çünki ikinci mərtəbədə Qarabağ zəif təsir bağışlayır. Və sürpriz bir ad sizə açıqlayacağım, dəyərli dostlar. 2 ad daha doğrusu açıqlayacağım. Hansı ki, Qarabağ komandası bu futbolçuları transfer etməyə çox yaxındır. Söhbət Leandro José dos Santos Talxeiradan gedir. Biri budur ki, hansı ki, Leo ləqəbi ilə tanınır. Qeyd edim ki, bu futbolçunun boyu çox da deyil. 1 metr 77 santimetr boyu var. Sol cinah vingeridir. Abdullah Zübirin yol üstə olduğunu, Addayının yol üstə olduğunu nəzərə alsaq, bu futbolçu Qarabağ üçün havaçı kimi lazımdır. Sağ cinah vingeri kimi də oynaya bilir, amma Qarabağda hal-hazırda sağ cinah vingeri kimi ehtiyac yoxdur bu futbolçuya. Hələ sol cinahda oynasa bəs eləyir. Portuqaliyanın Penela şəhərində doğulmuş bir futbolçudur və sağ ayağı işləkdir, sol cinah vingeridir, dəyərli dostlar. Qeyd edim ki, 700 min avro qiymətində dəyərləndirilir. Bu futbolçu da Varizm komandasında oynayıb, sonra Fluminense komandasına keçib və indi Fluminense komandasında çıxış eləyir. Maraqlıdır ki, Sanqarada Varizm komandasından Levski keçmişdi. Görünür, bu futbolçuları elə Varizmdə çıxış edərkən Qarabağ komandası izləyib. İndi diqqətimi çəkdi ki, hər ikisi Varizm komandasından müxtəlif klublara keçib, Varizm komandasında eyni belə deyək, komandada oynayıblar. Dəyərli dostlar, və Qarabağ komandasının əsas məncə Qarabağa çox fayda verə biləcək futbolçu, bax, ekranda gördüyünüz Danilo Pereira da Silvadır. Bu futbolçu Qarabağa göydən düşmə transfer ola bilər. 2 milyon avro qiymətində dəyərləndirilir və karyerası möhtəşəmdir. Görün hansı klublarda oynayıb. İlk öncə onu sizin nəzərinizə çatdım. Braziliyalı futbolçu Corinthians futbol məktəbindən Vasco da Gama'ya, daha sonra Santos'a keçid alıb, daha sonra Avropaya gəlib və Ajax futbol məktəbinə gəlib. Oradan Twente'yə keçib, Ajax'a yenidən qayıdıb və daha sonra Feyenoord komandasına keçib, Feyenoorddan isə Rangers komandasına keçib və Rangersdə artıq hücumçu çoxluğu olduğuna görə bu futbolçunu icarəyə veriblər Nek Nijmegen komandasına, hansı ki o Nek Nijmegen komandası dünən Hollandiya kubokunda final oynadı. Və əsas hücumçusu məhz bu futbolçuydu. Dəyərli dostlar, Danilo Pereira da Silva. Bəli, Ajax, Feyenoord kimi, Twente kimi komandalarda, Rangers kimi komandada, Nek Nijmegen kimi komandada top qovmuş böyük Avropa
təcrübəsi olan bir futbolçudur dəyərli dostlar. Qeyd edim ki, son mövsümdə əslində bir qədər belə deyək də, icarəyə verilib, ondan əvvəl ehtiyatda çox oturub, ona görə biraz performansı aşağı düşüb, cəmi 5 qol vurub, 2 qol ötürməsi ilə yadda qalıb. Amma Qarabağda daimi meydanda olsa, mən əminəm ki, bu futbolçu kifayət qədər möhtəşəm oyun göstərə bilər. Sözsüz ki, Qarabağın ən möhtəşəm transferlərindən biri və yaxud elə birincisi olacaq deyə düşünürəm. Siz nə düşünürsünüz? Bu futbolçu gələrsə Qarabağa nə qədər fayda verə bilər? Qeyd edim ki, bu futbolçunun transfer dəyəri 2024-cü ilin dekabrında 7 milyon avro olub. 7 milyon. İndi 2 milyona düşüb. Niyə? Çünki Rangersdə ehtiyatda oturmağa məcbur oldu. Çünki hücum xəttində daha perspektivli hücumçuları var idi. Bəlkə də şans verilsəydi, həmin hücumçulardan da yaxşı bir hücumçu olardı. Məncə Qarabağa gəlsə tezliklə öz dəyərini qat-qat yuxarılara daşıya bilər. Avrokuboklarda göstərdiyi performansla məncə Qarabağa da fayda verə bilər. Siz nə düşünürsünüz bu barədə? Fikirlərinizi yazın dəyərli dostlar. Və bir də onu sizin nəzərinizə çatdırım ki, Azərbaycan çempionatında bilirsiniz artıq demək olar ki, Sabah komandası çempiondur. Sonra artıq belə deyək 5 tur qalıb. Qarabağın düzdür ehtiyatda bir oyunda var, 6 oyunu qalıb. Amma buna baxmayaraq növbəti oyunda Sabah komandası artıq qalib gələrsə çempionluğunu rəsmən elan etmiş olacaq. Ona görə də düşünürəm ki, artıq çempionluq Qarabağ üçün əldən gedib, amma ikinci yerdə əldən gedə bilər. Ekrana diqqətlə baxın dəyərli dostlar. Qarabağ komandasının 56 xalı var, düzdür ehtiyatda bir oyunu var. Amma Turan Tovuzun da 55 xalı var. Və nəzərə alsaq ki, Qarabağ komandası hal-hazırda bir qara burulğanın içinə düşüb. Futbolçular, yəni gərginlik var, futbolçular əvəzedici heyətə göndərilir və s. Digər tərəfdən qarşıda Neftçi ilə 2 səfər ağır matçı var. Səfərdə ağır matç var və Neftçi də yəni bu mövsümün sonuna doğru əvvəldən pis başlasa da Verindubun gəlişindən sonra güclənə gedir və Neftçi üçün hal çox vacibdir. Bu barədə də danışacağım. Qarabağ hal itirə bilər və ikinci yerdə əldən verə bilər çempionatda. Yəni belə bir şans da var Turan Tovuz üçün. Digər tərəfdən Azərbaycan kubokunda dəyərli dostlar, bilirsiniz ilk oyunda yarım finalda deməli Sabah komandası qalib, üzr istəyirəm 2-2-li bərabərlik qeydə alındı Qarabağın meydanında və indi Sabahın meydanında oynayacaqlar. Bu oyunun nəticəsi təbii ki finala çıxan komandanı məlum edəcək və beləliklə siz nə düşünürsünüz? Sabah yoxsa Qarabağ bu görüşdə qalib gələcək? Hansı ki çempionatda səfərdə Qarabağı məğlub elədi Sabah komandası. Özdə 10 nəfərlə qalmışdı ikincisidə, amma buna baxmayaraq yenə də qalib gəlməyi bacardı. Bu dəfə öz meydanında sizcə Qarabağı yenə məğlub edə bilərmi? Kubokdan da Qarabağı məhrum edə bilərmi? Yoxsa Qarabağ qalib gəlib kuboku əldə edəcək? Bu barədə fikirlərinizi yaz, daha doğrusu finalına çıxacaq. Finalda da təbii ki Zirə və yaxud Turan Tovuz cütünün qalibini məğlub etməlidir. Bu arada Zirə Turan Tovuzdan da məlumat vereyim. Zirə Turan Tovuz ilk oyunda Zirə komandası səfərdə 2-0 hesabla qalib gəlmişdi. Müəyyən qalmaqallı qərarlar da var idi. Cavab görüşü indi keçiriləcək Zirənin meydanında. Oyunu Hakim Əli Əliyev idarə edəcək komandası ilə bərabər. Zirə İdman kompleksində saat 19:00-da 21 apreldə başlayacaq. Sabah Qarabağ oyunu isə 22 apreldə Hakim Rəvan Həmzəzadə və onun komandasının idarəçiliyi ilə başlayacaq. Bank Respublika Arenada saat 20:00-da bu məlumatda sizin nəzərinizə əslində çatdırmış olduq. Dəyərli dostlar, bir qədər öncə qeyd elədim, çempionatda hansı komandalarımız Avrokuboklara gedəcək, bu çox önəmlidir və beləliklə ilk 4 pilləni tutmaq çox önəm kəsb edir və bu arada 4-cü pillə uğrunda Zirə ilə Neftçi arasında çox ciddi rəqabət gedir. Neftçi komandası Zirəni məğlub edirdi, son dəqiqədə Zirə komandası qol vurdu, hesab bərabərləşdi və indi Premyer Liqanın cədvəlinə diqqət yetirin. Burada belə bir maraqlı məqam var. 4-cü yerdə Zirə komandasının 45 xalı var, Neftçinin isə 44 xalı var, 5-ci pillədə qərarlaşıb. Amma Neftçi əgər qələbəni qoruyub saxlaya bilsəydi, o zaman Neftçinin 46, hal-hazırda Zirənin isə 44 xalı olacaq.
Niyə qoruyub saxlaya biləcəkdi bu mövzuda belə bir fərziyyə ilə danışıram? Çünki Neftçi komandasının qapısına vurulan qol mənə görə belə deyək, qeydə alınmamalı idi. Çünki əslində Zirənin futbolçusu aktiv, həmin epizodlar Zirənin futbolçusu aktiv belə deyək, ofsaydda olmasa da qapıçının önünü kəsirdi və görməsini məhdudlaşdırırdı. Açıq-aydın qapıçı topu görmədiyinə görə gec reaksiya verdi və qol oldu. Ona görə də orada ofsayd qeydə alınmalı idi. Yəni orada aktiv ofsaydda olmasa belə ofsayd qeydə alınmalı idi ki, çünki qapıçının önünü kəsmişdi və burada Neftçinin haqqı yeyildi deyə düşünürəm. Mən sadəcə ədalətli danışmağa həmişə çalışıram. Nə Neftçi azarkeşiyəm, nə Zirə azarkeşiyəm, nə Qarabağ, nə Sabah, nə digər klub. Mən Xəzər Lənkəran azarkeşiyəm. Burada da görürsünüz dəyərli dostlar. Sadəcə Xəzər Lənkəran hazırda liqada yoxdur, amma inşallah tezliklə olacaq. Digər klublarda hər birini azarkeşiyəm. Yəni hansı komanda bizi Avrokuboklarda uğurla təmsil edəcək, azarkeşiyəcəm və Avrokuboklar demişkən Neftçi komandasının Avrokuboklara getməsini istəyirəm. Hal-hazırda Zirəyə nisbətən. Niyə? Çünki Zirə artıq o Zirə deyil. Və mən düşünürəm ki, Neftçi yüksələn xətlə gedir və Avrokuboklarda bizə daha çox uğur gətirə bilər, xal gətirə bilər Premyer Liqamıza. Ona görə hal-hazırda Neftçi komandasının məhz Avrokuboklara getməsini istəyirəm. Amma yenə də kim layiqdirsə, kim bizi yaxşı təmsil edəcəksə, o da getsin. Və beləliklə düşünürəm ki, Sabah komandası Çempionlar Liqasında, Qarabağ Avropa Liqasında, Neftçi və Turan Tovuz isə Konferans Liqasında bizi təmsil etməyə daha layiqlidir. Mən belə düşünürəm, siz fərqli düşünə bilərsiniz. Fikirlərinizi yazın dəyərli dostlar. Və mən keçirəm digər xəbərlərə. Deməli, bu arada Qarabağın oyunundan danışdıq bir qədər. Mən bir o oyuna qayıtmaq istəyirəm. Çünki orada Sabahın kubokdakı taleyinə təsir edən bir məqam var idi. Qarabağ komandasının son dəqiqələrdə Matheus Silva çox maraqlı bir epizodla yadda qaldı. Sağ cinah müdafiəçisi Matheus Silva rəqib komandanın, yəni Sabah komandasının əsas hücumçusu Premyer Liqanın bombardiri. Baxın, bax, cədvəlin yanında burada qeyd olunub dəyərli dostlar. 18 qol vurub, Simic isə 11 qolla ikinci pillədədir. Basal Hasan bu Neftçidən isə 10 qolu var. Gördüyünüz kimi açıq aşkar favorit Zoilens Mikesdir qol sayına görə. Zoilens Mikes bu oyunda zədələndi dəyərli dostlar. Bu necə baş verdi? Bir də ona nəzər yetirək və məncə burada bir qəsdən bir zərbə vardı. Yəqin ki, Qarabağ azarkeşləri məni qınamazlar, amma o epizoda diqqətlə baxıb ədalətli danışmaq lazımdır. Heç bir futbolçu topa bu şəkildə atlanmır. Belə topa atlanmazlar. Matheus Silva elə bil ki, qəsdən bu şəkildə topa atlanır, belə əlləri daha doğrusu yuxarıda bu şəkildə belə topa atlanır. Sən başından yuxarı niyə əlini belə qaldırıb bu şəkildə atlanasan ki, yəni bu biraz qəribə gəlir dəyərli dostlar. Və atlananda sonra da əməlli başlı dirsək zərbəsi vurur. Deməli, Zoilens Mikesin üzünə və nakauta salır. Zoilens Mikes yerdədir, yerdə artıq belə deyək, itirib artıq özünü və iməkləmək kimi bir hərəkətlər edir. Yəni çünki artıq beyin travma alıb və sonradan məlum olur ki, Zoilens Mikesin yanaq sümüyü sınıb. Və bu o deməkdir ki, Zoilens Mikes kubokdakı oyunu buraxacaq. Bu isə sanki bir əməliyyat idi. Qarabağ komandası onu yerinə yetirdi və hücum xəttini müəyyən qədər zəiflətməyə çalışdı kubok. Çünki çempionatdakı oyun çox da önəmli deyildi Qarabağ üçün. Çünki artıq çempionluğun əldən getdiyini bilirlər. Amma kubok çox vacibdir. Çünki həm bu mövsümü titulla başa vurmaq, həm də Avrokuboklara, Avropa Liqasına getmək üçün kuboku qazanmaq çox vacibdir. Ona görə də hal-hazırda yarımfinalda belə deyək, bu mövsüm məğlub edə bilmədi. Ümumiyyətlə, son 10-15 oyunda 1-2 dəfə güclə məğlub etdiyi Sabah komandasını bir qədər zəiflətmək üçün bu önəmli idi. Mən istəyərəm ki, kuboku Qarabağ götürsün. Çünki bu qara zoladan çıxmaq üçün bu bir müsbət enerji verər komandaya. Eyni zamanda Avrokuboklarda Qarabağ komandasının reytingi yüksək olduğuna görə bizi daha yuxarı mərhələlərdən təmsil edib və daha zəif rəqiblərlə qarşılaşdığına görə daha çox irəli gedə bilər və ölkəmizə daha çox xeyir gətirə bilər.
Ona görə də kuboku əslində Qarabağın götürməsini istəyərəm. Mən ölkə futbolunun mənafelindən danışıram, yəni. Klub mənafelindən klubların azarkeşləri danışa bilərlər. Ümid edirəm ki, kim layiqdirsə, ölkə futboluna kim Avropada daha çox uğur gətirəcəksə, o da qazansın və Avropada bizi təmsil eləsin. Sadəcə mən də öz fikirlərimi bu mövzuda sizlərin nəzərinizə çatdırmaq istədim. Və Neftçidən bir qədər öncə danışdıq. Neftçi komandasında Vernidubla daha bir illik müqavilə bağlayacaq. Hətta Neftçi komandası Avrokuboklara vəsiqə qazanmasa belə, yenə Vernidubla müqavilə imzalanacaq, əgər Vernidubun özünün də razılığı olsa. Bu arada qısa bəzi maraqlı məlumatlar var dünya futbolunda, onu da sizin nəzərinizə çatdırım. Bayern Münhen, Bavariya komandası Almaniya çempionu oldu, artıq rəsmiləşdi. 35-ci dəfə Almaniya çempionluğu rəsmiləşdi. Təbrik edirəm, Bavariyanın azarkeşləri var Azərbaycanda xeyli. İngiltərədə isə çempionluq yarışı daha da qızışır. Belə ki, Manchester City son oyunda Arsenalı 2-1 hesab ilə məğlub etdi və xalını 67-yə yüksəltdi. Lider Arsenaldan 3 xal geri qalır. Amma City'nin ehtiyatda bir oyunu var. Yəni oyunda da qalib gəlsə, hətta Arsenalı keçəcək. Niyə? Xallar 70 olsa da belə aralarında keçirilən oyunlara görə, ümumi göstəricilərə görə City komandası Arsenalı geridə qoyacaq və liderliyə yüksələcək. Son turlarda Arsenal bütün belə deyək, Premier Liqa boyu lider olub və indi gəlib sonda çempionluğu əldən verir. Bax, belə bir maraqlı məqam yaranıb. Sizcə İngiltərə çempionu kim olacaq? Arsenal yoxsa Manchester City yoxsa bir başqa klub? Fikirlərinizi yazın gəlsin. Və bu arada onu da sizin nəzərinizə çatdırım ki, Hollandiya kubokunun qalibi də bəlli olub. Alkmaar klubu Nijmegen-i 5-1 hesabı ilə finalda məğlub edib və Hollandiya kubokunun qalibi olub. Hansı ki, həmin Nijmegen-dir ki, onun futbolçusunu Qarabağ komandası transfer etmək istəyir. Bir qədər öncə bu barədə məlumat verdim. Ronaldo'dan da bir xəbər var. O 969-cu qolunu vurub. Artıq 1000 qola 31 qol qaldı və bu qol onun komandasını yarım finala yüksəldib. Səudi Ərəbistan kubokunda, dəyərli dostlar, deməli yarım finala yüksəlib. Cristiano Ronaldo'nun komandası 4-0 hesabı ilə qələbə qazanıb. Əl-Vəsil üzərində səfərdə. Və hal-hazırda Əl-Nəsir, Əl-Əhli, Əl-Hüseyn cütünün qalibini gözləyir yarım finalda. Bu iki komandanın qalibi ilə qarşı-qarşıya gələcək. Beləliklə, bu sizə çatdıracağım sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün maraqlı xəbərlər oldu. Təqribən yarım saata qədər çəkdi verilişimiz. Çünki toxunmaq istədiyim bəzi məqamlar da var idi. Sona qədər izləyən hər bir izləyicimizə təşəkkür edirəm. Videonu bəyənib, şərhlər bölümündə fikirlərinizi hələ də yazmamışsınızsa yazın. Videonu bəyənin və kanalımıza abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun ki, çox maraqlı verilişlər sizi gözləyir qarşıdakı oyunlarda. Dəyərli dostlar, görüşmək ümidi ilə sizlərlə sağlaşıram. Hələlik.